Nəhayət, Ayşənin dəvəsi Dəməşqlilərin hiləsinin qurbanı oldu. Əlinin ordusu Ayşənin qoşunlarını birdəfəlik məğlubiyyətə uğratdı. Bəsrənin qanlı günəşi üfüqü də öz rənginə boyadı və ağır cəməl döyüşü sona yetdi. Ürəyi qan içində olan imam Təlhənin cənazəsi tamahkar bir ərəb tərəfindən başı kəsilmiş Zübeyrin səhrada qalmış nəşi üstündə qan, yaş töküb ağladı. İmam Zübeyrin qatilini lənətlədi və əmr elədi ki, onun qisas alınsın. Cəməlin cəsədini də Musa Kəlimullah Samirinin inəyini yandırdığı kimi otlayıb yandırdılar. İmamın fərmanı ilə Cəməlin yanmış cəsədinin külünü çaya səpələdilər ki, dəvəni bütə çevirən avam ərəblər bu məşhum heyvanın heç bir möcüzəyə qadir olmadığını başa düşsünlər. Osmanın köynəyinin macərası zahirən əlinin qələbəsi ilə sona yetdi. Amma imamın üzündə qələbə sevincindən əsər əlamət görünmürdü. İmamın gözü kimi iti göz lazım idi ki, bu məşhum səhradakı cənazələri əlinin sanki tikə-tikə doğranıb, qumlara səpələnmiş ürəyini görə bilsin. Möminlər anası Ayşə isə kişi paltarı giymiş 40 atlı qadının müşayiəti ilə Mədiniyə yola salındı. İmam İbn Abbası Bəsrənin valisi təyin elədi. Özü isə ən əziz adamlarının dəfn olunduğu Mədinə şəhərini tərk edərək Kufəyə getdi. Və bu şəhəri özünün yeni qurulmuş dövlətinin mərkəzi elan etdi. Kaş müəzzinin azan səsi Müaviyyənin yaratdığı imperiyaya, oradakı Şamlıların qulağına yetişəydi. Kaş əlim sınaydı. Kaş əlimi beyət üçün Əliyə tərəf uzatmayaydım. Nifrin! Mənə dedi əlin Yahudi əlidir. Elə bu? Yox. O əlinin qeybdən xəbər verməsindən qorxur. Eşitmədin Mərvanın taleyini necə dedi? Hey! Yahudəm oğlu. Əli sənə nə deyib? Dedi ki, qismətimə düşən imarət və hakimiyyətimin ömrü çox az olacaq. Dedi, məndən sonra 4 övladım olacaq ki, cəmaatın gününü qara eləyəcək. Əlinin elminə şək eləməyin. Evlatlarından nigaran qalma. Əmilərini oxşayacaqlar. Hakimiyyət məsələsinə gəldikdə isə Ümeyyə evladlarının taleyində hakimiyyət əvaçsız bir dərddir. Kaş mənim taleyimə
Bir neçə günlük yenidən Kufə ümmətinə hakimlik eləmək yazılı idi. Kufəyə? Bundan belə Kufənin küçələrindən keçmək üçün adamda şir ürəyi olmalıdır. Qalxın. Şama çox qalıb hələ. Ağlımı atıma tapşırdım. Gözlərimi də gələcək günlərə. Amma qəlbimi sənin üçün saxlayacağım. Ey qalmaqallı dünyanın qara gözlü qızı. Ölüm gəlini. Qutam. Qutam. Başım xarab olub İbn Amir, xarab. İstinin təsirindəndir. İsti cuşa gətirib bu mübarək başı. Adamın dərdinə şərik olmağı da bacarmırsınız. Taleyin hökmü ilə Muaviyyə, Ümeyyə evlatlarının izzətinin və zillətinin yük daşıyan dəvəsi olub. Eşitdim başınıza nələr gəlib. Muaviyyənin ürəyi it yalı olsun. Əgər bir ləhzə Ali Ümeyyədən başqası üçün döyünübsə, Hicaz uzun müddətdir ki, qəzəbli üzünü bizə göstərir. Haşimilərə görə Ümeyyə ilə Haşimin hekayəti çox qədim zamanlarda baş vermiş Habillə Qabilin hekayətidir ki, axirə zamana qədər davam eləyəcək. Bugün hamımız taleyimizin sürgünüyük. Ata-baba torpağımız Hicazda qalmağa haqqımız yoxdursa, olmasın. Əgər talih Hicaz hakimiyyətini Ümeyyədən alıbsa da, biz öz ağlımıza güvənib talih ilə vuruşacağıq. Yorulmuşsunuz. Bəlkə də mənim nitqim başınızı ağrıdır. Amma bilin ki, Cəməl döyüşünün qalibi nə Əmirəl-Möminin Əlidir, nə də möminlər anası Ayşə. Cəməlin qalibi sizsiz. Sizsiz ki, Ümeyyənin yeganə toxumunu Hicazla İraqda qanla suvarmışsınız. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz, hərçənd bilirəm ki, yorulursunuz. Şamı öz eviniz bilin. Əmi oğlular, xoş gəlmişsiniz. Xoş gördük. Mənim əzizim. Xoş gördük. Əzizim. Buyurun, buyurun. Əyləşin əmoğlular. Su gətirin əlizlərini yusunlar. Eşitmişəm Cəməl fərariləri Sistana gedib, təzə fitnə törədiblər. Nə qədər ki əlinin başı onlara qarışıb, biz Misirin işi bitirərik. Keçmiş xəlifələrlə əlaqəsi olan şəxslər üçün dəvətnamə göndərəcəyəm. Səd Əbi Vəqqas və Ömər İbn Xəttabın evladları kimi şəxslər bizim üçün minlərlə dinara dəyər. Şallaqlananlar, eləcə də əlinin ədalətindən hər hansı bəhanə ilə gileylənənlər yaxşı yemdilər. Axmaq əşərini Kufədə yaddan çıxarmarıq. Baxmayaraq ki, Kufədə məğlub oldu. Amma bəlkə də elə məğlub olması dərdimizə dəydi. Əmir oğludur.
Əli dolu qayıdır. Oxu boşa çıxmır. Yaşasın ovçu. Aferin. Aferin. Aferin cavan ovçu. Aleykümselam. Şam Konstantinopolun qızıdır. Elə bu? Eynən Əliyə göndərdiyimiz məktub oxşayır. Bu da bir talihsizlik, əmir. Biz bu qarışıq və təfriqəli zamanda papın evlatlarından kömək intizarındayıq. Hədə qorxuyaq. Qərb hökümdarları ağıllı, uzaq görən olurlar. Eşitmiş əməkdə heç bir əlaqədar olmayan ölkələrə də taxılla kömək eləyirlər. Sezar İncil oxumur. Niyə? Oxuyur, necə ki sən Quran oxuyursan. Sistan əhalisi qiyam eləyibsə, Xusrovilərin ardıcılları Kabuldan Xorasan əhlini üsyana qaldırırsa, divar qonşun olan Sezardan nə umursan? Əgər sahibsiz qalmış bu evə əl uzatmasa, baxmaqdır. Şamı istəyir. Konstantinopolun qızı bizim gəlinimizdir. Ərəb xalqı namuslu xalqdır. Başını kəssələr də namusunu əldən verməz. Mümkündür ki, cahil ərəb gözəl bir gəlinin üstündə qanlı müharibə aparsın. Amma müsəlman ərəb belə qarışıq dünyanın gəlininə talaq verər. Şam gəlin deyiləmir. Behişt hurisidir. Məftun edici hurinin yolunda qəlbimizi, dinimizi verməyə dəyər. Bu elçilərə nə cavab hazırlamısan? Gərək başlarını qatasan Əba Yezid. Bir müddət gözəl Şam kənizləri ilə, qızıl gümüş qablarla, zinət şeyləri ilə başlarını aldat. Əlinin işini tamam bitirən kimi yenidən ərəb qılıncının dadını görəcəklər. Elə danış ki, sülhə məcbur olduğumuzu düşünməsinlər. Sezar bu elçilərə ixtiyar verib, Cesare li è detto tutti il potere di... Per la guerra, sì. Döyüşmək üçün, bəli, ixtiyar verib. qəribədir. Biz hazırıq. Sezarla və ya tam ixtiyar almış elçilərlə sülh və ticarət barədə söhbət aparıb müzakirə eləyək. Per la pace devono parlare direttamente con il Cesare. Sülh haqqında gərək gedib Sezarla danışıq aparılsın. Söhbət eləsinlər.
Amma Sezara xatırlatsınlar ki, ərəbin ərəblə çəkişməsi ev davasına oxşayır. Səhər vuruşur, axşam bir süfrə başında əyləşirlər. Ev davası ərəb üçün məşqdir. Əgər Sezar suyu bulanıq görübsə, özü bilər. Diqqətli olsun balıq əvəzinə dəniz nəhəngi tutmasın. Ərəb baz verməyə alışmayıb. Amma indi tərəflərin xeyrinə olan müqavilə və saziş bağlamağa hazırdır. Va bene, non verbalizzano il loro massaggio. Bunu məktubla çatdırmaq istəmirsiniz? Mən Sezar kimi zarafatçıl deyiləm ki, lətifə yazıb qonşulara göndərim. Gedə bilərsiniz. Dəvəmin palanını Əbu Məktuldan, yəni ki, mənim qaynatamla alın, kimə desəniz, bəyyət elərəm. Bu məktub Kufəyə getməli idi. Mən öz qəbiləmin cəmaatı ilə birlikdə sizə beyət edirəm. Anan hindinin mənim boynumda haqqı sayı çoxdur. Bir gün tikan yığmaqdan qayıdırdım. Ayaq yalınıydım, yeriyə də bilmirdim. Birdən hindi gördüm. Dəvə belində səhradan gəlirdi. Davam edeyim. Ver görüm. Ver bura iblis. Oxu. Sən azad insanlardansan, Bayezid. O şəxslərdənsən ki, başının üstündə qılınc görməyincə müsəlman olmurlar, kəlmə-i şəhadət demirlər. Bizdən bir dəfəlik əl çək. Xəlifə olmaq tamahını dibindən kəs, at. Bir güzgüyə bax. Üz gözündən Yunanlılara oxşamırsan. Özünü öldürsən də Şam, Aten olmayacaq. Bu məktubu at geçsin. Oxu, oxu. Dayan, dayan. Yandır onu. Müdrik şişəsinə yazılmış bu məktubu Səd Əbi Vəqqas İranın Fatihi göndərib. Ömər Qureyşdən hər cəhətdən ləyaqətli olan bir neçə nəfəri şuraya daxil elədi. Nə qədər ki, şura əhli sağdır, qeyriləri hökumətə heç cürə gələ bilməzlər. Təlhə ilə Zübeyrdən beyətlərinə vəfa qılmağı istədim. Qulaq asmadılar.
beyətlərini pozdular. Qılınc vurmaqdan, döyüşdən qaçmaqdan Səd kimilərsə yorğundular. Belə adamlar öz sağlamlıqları və xeyirləri üçün xilafətin işlərindən daha çox çalışırlar. Səd əgər birləşmək istəsəydi, Ayşə ilə birləşərdi. Bizim hekayətimiz batalığa düşmüş adama bənzəyir. Nə qədər çırpınır, daha da batır. Səndən nə gizlədim? Əli məni qorxuya salıb. Əlinin qabağında diz çöküb peşman olduğunu bildirmək hələ də gec deyil. Kifayətdir, bir məktub yazıb göndərəsən. Cüreyr Şama bu məqsədlə gəlib. Bu dəfə qəti cavab istəyir. İşarə və tapmacalardan yorulub. Sən mənim yerimə olsan, nə eləyərsən əmr? Əba Yezid, nə qədər ki, Əlinin ədaləti hakimdir. Heç nədən iynə ucu qədər də qorxma. Ədalət yeganə baldır ki, insana acı gəlir. Kufə, İmam Əli hökumətinin paytaxtı. Hara? Əlinin görüşünə. Dövlət işləri ilə məşğuldur, əlinin başını qaşımağa vaxtı yoxdur. Elə bizimki də dövlət işidir. Get əzizim, get. Nə vaxt ayaqlarını yuvarsan, gələrsən. Ayağımı yumuşam, çarığımı çıxardım baxırsan. Sən yummusan, bəs bunlar necə? Neçə gündür ayağınıza su dəymir, əmi? İbn Xəbbab, Bəli. biz azmışıq. Yox dayıcan, yox. İbn Xəbbab, Bəli. Əli hardadır? Məscidin içində huzuruna getmək üçün ayaqlarımı yumalısan. Yuya bilmərəm. Ayağımda yara var. Yusam irinləyər, irinləsə heç kəsə bilmərəm. Yuya bilmərəm. Eşitdin əmi? Ayağında yara var. Yuya bilməz. İbn Xəbbab, de biz kasıbıq. Yoxsuluq. Əkinçiyik. Əkin əkirik. Yoxsulluğun ayaq yumağa nə dəxli var? Kufə çayı bir dəryadır. İraqda su torpaqdan çoxdur. Su ki çörək kimi pula satılmır. Eşitməmsiz ki təmizlik imandandır. Gündə 10 dəfə kimə bilərsiz Fəradda. Səhrada yaşayanın işi daim torpaqlandı əmi. Səhərdən axşamacan ruzu üçün Süleymanın quşu kimi torpağa dümdüy vururuq. Toza bulaşmaqdan qorxan əkinci xeyir götürməz. Çıxın gedin. Allah evinin həsir palazını murdarlamaq istəyirsiniz? Bizi it übəyə. İt xislətdə olar əmi. Gedək. Gedək. Gəlin. Əgər eşitdiyim düzdürsə, and olsun bu evin sahibinə, dilin qoparılmalıdır. Niyə cəmaatın yolunu kəsmirsən? Belim ağrıyır Malik. Hər gün həsir yumaqdan bezmişəm. Allah evinin xadimisən, bilmirsən ki,
Allah bəndələrinin ehtiramı, evinin də, həsirlərinin də ehtiramından böyükdür. Bilməmişəm, bilmirəm. Mən əlinin işlərindən bir şey anlamıram. Bəs halal, haram, nəcis və paçılıq necə? Biri ilə ayaqları üfunət qoxuyur. Əba Yusif, bir neçə gün səbr elə. Söz verirəm ki, əsirləri yumaqda sənə kömək eləyəcəyəm. Dayanın qardaşlar, dayanın. Siz böyük səmimiyyətlə Əliyə beyət eləmişsiniz. Siz sərdarların saflığına mən qibtə eləyirəm. Yorğun qocanın acı sözlərindən inciməyin. Bu evin xadimi mənəm. Qədəmləriniz gözüm üstə. Bizi Kufiyə gətirən tamahdır, qardaş. Əli eşqi ilə ziyarətə gəlmiş zəvvarlarıq. 3-4 gün gecə gündüz yol gəlmişik. Heç yanaşar mı ayaqlarımıza görə ürəyimizi sındırsınlar? Mən Əlinin Allahına şikayət edəcəyim. Dediklərinizdən görünür ki, mərhəmətli adamsınız. Əba Yusifi mənə xatir bağışlayın. Hamınız bir qəbilədənsiz? Bəli, bir qəbilədənik. Bu da səhrada yaşayan əhalinin beyyət məktubudur. Təkcə bir möhür var. Qalanları barmaq basıblar. Siz Əlinin oğlusunuz? Mən Əbu Bəkir Siddiqin oğluyam. Əlinin evində tərbiyə almışam. Muhammed ibn Əbu Bəkir sənsən? Cəməl döyüşündə göstərdiyin igidlik dillər əzbəridir. Afərin sənə, afərin. İbn Xəbbab. Bəli, Bu nurani cavan Həsəndir yoxsa Hüseyin? heç biri. İbn Xəbbab. Bəli, Abbasdır. yox dayıcan, yox. Kufənin əmiri Kufə imarətində oturub dövlət işləri ilə məşğul olsa daha yaxşı olmazmı əmir? Məsciddə nə edirsiniz? Allahın evini zikr əhlinə tapşırın. Müttəqilər Əşərinin sarayında Əlinin ədalətinin möcüzəsini göz tikirlər. Şəfalarını vermirsən? Kufə əmiri möminlərin əmiridir, İbn Hübeylət. Malişi Əlidən ayıra bilməyən Peyğəmbər, yəqin Muaviyyənin qasidi ilə Cənab Cəbraili də ayıra bilməz. Kufə imarəti sənin ayələrin kimi müşkilat mənbəyidir. Zayiələr şəfa verməz. Əlinin ədaləti Kufə məscidində qurulub. Öz şərrindən şikayət eləməyə gəlmirsən? Abad mülkü başlı başına buraxsan, xərab olar, nə xeyr. Abad olmuş imarətlərin eyvanlarından azan səsi gəlsə yaxşı olar, ya xarabalıqlarında bayquşlar olasa, o cür mülkün istifadəsiz qalması heyif deyil. Əli saraydan bezibsə, neyli? Satsın mənə, yaxşı qiymətə almağa hazıram. Biraz yavaş Əsədi. Məbadə əli işitsin. Bilsə ki, Kufə sarayını almağa gücün çatar, ələylə kələyini kəsər. Ələklə, yoxsa Zülfüqarla? Ələylə. Niyə ələklə, Malik? Əlinin bir ələyi var ki, deşiklərindən yalnız haram mal tökülür. Şübhəli malları ələkdən keçirir. Ələyin içində nə qalsa mal sahibinə qaytarır. Ələk onun imamətinin möcüzəsidir. Biz ədalətin ələklə yox, tərəzi ilə ölçüldüyünü eşitmişik. Körsən, ayağının altına bax da. Bəli, mən koram. Görə bilmirəm. Əlidən başqa heç kimi görmək istəmirəm. Bu kişinin ədaləti başına bəla olacaq. Gedirsən qey? Bəli, Kiminlə? Allahla. Əli istədi, ordunu mən aparım. Amma mən
Misri ordusuz fəth eləməyə üstünlük verirəm. Hiləgərlərin İbn Hüzeyfənin başına nə oyun açdıqlarını eşitməmsən. Onu hilə ilə öldürdülər. Mən də hilə ilə döyüşə gedirəm. Ordu qalsın, Əliyə kömək eləsin. Eşitdin? Hər kəlmədən bir-iki dəfə mən dedi. Ona etibar eləmirəm. Misri Muaviyyəyə təslim eləyəcək. Əlinin seçiminə şək eləmə, Sərdar. Başı kesilmiş kuş kimi çırpınırsan Məhəmməd. Qanat çalırsan. Nigaranam Əmmar. Mədinədən nigaransan. Əqil əmidən nigaranam. Əqilin ya ayağı ilişib yıxılır, ya da əsas sözünə baxmır. Çalıya düşüb, yoxsa quyuya? Düşəcək Əmmar. Gecə gündüz atamı təngə gətirib ki, Beytülmaldan sərmayə versin, gedib o pulla ticarət eləsin. İnanmıram. Biraz gizlincə qulaq as. İnanacaqsın. Əqil ailəli və əlildir. Bir saat gözü bağlayıb özü onun yerində təsəvvür eləsən, dəli olarsan oğul. Kaş dəli olaydı. Biz də işimizi bilərdik. Gəldi. Yaxşısan Əqil? Yaxşıyam. Şükür. Gözüm var, necə deyim, yoxdur. Daşmaqlarım köhnə deyil ki, deyim, köhnədir. Ailəm ac deyil ki, deyim, acdır. Qardaşım xəzinədardır, necə deyim ki, deyil. Niyə yaxşı olmayım, qardaş? Gündə 10 dəfə bura gəlmək üçün çala-çuxurdan atlayıram ki, özümü ədalətə çatdırım. Danışıram. Gülür. Ağlayıram. Susub dayanır. Naşükürlük eləmə mömin. Görmək əzabından azad olmağın səadətdir qardaş. Nəfəsin isti yerdən gəlir, Əmmar. Bir loxma çörək üçün gündə 100 dəfə üz gözüm daşa divara dəyir. Nəsihət eləməkdənsə yaralarımdan qardaşıma söz aç. Nə olub Əqil əmi? Sakitdir. Əqilin sadə ürəyi qardaşının sükutunu bəxşiş sanmasın, neynəsin? Hələlik, aldığın gündəlik mavacı və qani ol. Nahaq yerə narahat olursan. Misir əmirliyini istəmirəm ki ondan. Hələ öz kərəmi ilə məşhurdur. Qapısından heç kəs əli boş geri qayıtmır. Əlican. Bilirəm ki, Əqilin əlil olduğunu unutmamısan. Onu halı pərişan gördüm.
Deyəsən aldığı müvacib yaşayışına kifayət eləmir. Əgər mümkündürsə, məvacibini biraz artır. Ədədlər və rəqəmlər Əlinin gecə namazının canişini olur. Bərk məşğulsan, qardaş. Gərək ki, alacağın verəcəklərindən xeyli çoxdur. Şükür Allaha. İraq torpağı Fərat çayının bərəkətindən münbit torpaqdır. Cəmaatı da Hicaz əhalisindən daha varlıdır. Eşitmişəm şər'i vergiləri verməkdə xəssislik eləmirlər. Yəqin ki, dövlətin xəzinəsi ağzına can doludur. Pulları parıldayır. Arpa buğdası da təzədir. İlahi şükür nemətlərinə. Ölmədim, Ali Haşim övladlarının ambarını dolu gördüm. İnşallah artıq kasıbçılıq və yoxsulluq dövrü başa çatıb. İndi bolluq çağıdır. Yaxşı Əlican, səhər gün çıxmazdan Mədiniyə yollanıram. Bəlkə bir sifarişin əmrin ola. Və hər şeydən başlayacaqsı, Əlil qardaşının gözünü bir hədiyyə ilə işıqlandır. Əlican, verdiyin vədi yaddan çıxarma. Müamma tapşırırsan, məni ateşlə qorxudursan, sındırdığın qəlbindəcə yamayacaqsa, al əmi, haram olsun əgər sizə arxalansam. Sənə xörək gətirmişəm əqil əmi. Zəlil olmuş əmi. Mən əgər əmin olsaydım, bu cür zülm eləməzdim mənə. Bu günlərdə hər bir yurdu yuvası olmayanın əhvalını soruşsan eşidərsən ki, Əlinin peşkəşlərinin bərəkətindən sərvətlənib. Amma növbə əqilə çatanda peşkəşi cəhənnəm ateş olur. O qızmar dəmir parçası cəhənnəm qapısının açarı idi əmi. O dəmir parçasının hərarəti qəlbi körların ürəyini oyadır. Sən Əlidən imanını istədin, əmi. Əlinin xasiyyətidir ki, dostlarının səhvlərini, lap kiçik səhv də olsa, bağışlamır. Bir dəfə yoldan ötəndən xahiş elədim ki, əlimdən tutub yola çıxarsın məni. Bəni Üməyyə şeyxlərindən idi. Düz yola çıxmaq əvəzinə bilirsən nə gəldi başıma Mühəmməd? Quyuya düşdüm. Bilirsən niyə? Çünki Əlinin qardaşıydım. 2 gün quyuda qaldım. Özümə dedim ki, bu sənin xəndəy döyüşündür. Əqil. Bu da döyüşün qəniməti. Cihadın qəniməti nəfsin cihadıdır, əmi. 2 dinar pul və at yüyəni yox. Bəsdir! Elə bu qalmışdı ki, oturub uşaqların nəsihətinə qulaq asıb. Öldürəcəyəm. İçimdəki hərisliyi öldürəcəyəm. Ortada qalıb aldanmaq, boş xəyallara uymamaq üçün öldürəcəyəm nəfsimi. Hara gedirsən? Hara gəldi? Tək ki bu evdən uzaqlaşıb.
Qapı o tərəfdədir. Əl çək məndən, inanmıram. Ali.